Verilmiş cümlə haqqında uyğunluğu müəyyən edin. Xarab divar saatı da gündə 2 dəfə zamanı düzgün göstərir. Doğru yanlış cədvəli vermişdir. Doğru fikirlərə baxaq. İsimlər 3 müxtəlif haldadır. Baxıram, divar, saatı və zamanı sözləri isimdir. Divar qeyri-müəyyən yerlik halda, saatı adlı halda, zamanı təsirli halda. Bu fikir doğrudur. Aha, bunu götürdük. Növbəti. Müəyyən miqdar sayı işlənmişdir. Bu cümlədə ümumiyyətlə say işlənməyib. 2 dəfə mürəkkəb zərfdir, say deyil. Ona görə bu fikir yanlışdır. Üçüncü, bağlayıcı ilə amonimli yaradan köməkçi hissəsi işlənmişdir. Burada elə danın özü bağlayıcıdır. Ədat deyil. Bildiyimiz kimi da həm ədat kimi işlənə bilər, həm bağlayıcı kimi işlənə bilər. Bu cümlədə isə bağlayıcı olaraq işlənmişdir. Bu fikir də yanlış fikirdir. Dördüncü, burada isə yanlış fikirlər verilib. Uyğunluğu istəyir deyə yanlışdan da yanlışı götürməliyik. Altından xətt çəkilmiş söz feildən yaranmışdır. Baxıram, düzgün sözünə söhbət gedir. Bəli, düzgün, düzməkdən düzgün yaranır. Necə ki, üzməkdən üzgün yaranır. Bu fikir doğrudur, ona görə götürmürəm. Çünki yanlış istəyir. Cümlədə 2 zərf işlənmişdir. Quruluşları eyni deyil. Gündə 2 dəfə düzgün. Cümlədə 3 zərf işlənib. Ona görə bu fikir yanlışdır və bunu da götürməliyik. Yanlışdan yanlışı. Zaman zərfi təsvirlənən feilə aiddir. Gündə göstərir, bəli. Göstərir təsvirlənən feil. Gündə də zaman zərfi. Bu da doğru fikirdir. Ona görə götürmürük. Cavab olur 1 və 5. C variantı.